Gördün ki, günahkarsan, günahdan da əl çəkə bilmirsən, günah bataqlığında boğulursan, qiyamətdə də ola bilər desinlər sənə, deyəsən ki, bacarmırdın, başa düşsünlər. Bilirsiniz, qiyamətdə belədir. Səninlə bir həddəcən razılaşacaqlar qiyamətdə. Sən deyəcəksən, mən bunu bacarmadım, deyəcəklər, bəli, düz deyirsən, sənin gücün yox idi, bu günahla mübarizə aparasan, bundan, bəli, düzdür, təsdiq et. Amma birdən deyəcəklər, bəs Hüseyn sualı verəcəklər. Deyəcəklər, axı, sənin Hüseynin var idi, Hüseynin əzası bütün bu dediklərin öhdəsindən gələ bilərdi, axı. Və bunu deyəcəklər, Allah haqqı deyəcəklər. Bəs bu Kərbəlayı niyə getmişdi, düşünmürdün? Bu Kərbəlayı buna görə getmişdi. Də ki, bu bacarmadığınız yerlərdə bura sığınasınız. Bəs bunun üçün getmişdi. Bəs Allah bunu ona görə təqdir edib ki, bacarmadığınız məqamlarda bu bir dənə qapı var ki, onun da dərin fəlsəfəsi var. Saatla yox, günlə valla danışmaq olar. Niyə bu belə oldu? Amma bu elə başa düşmür ki, günaha bəraət vermək üçün danışılır. Yox. Günahla birbaşa bacarmırsan, başa düşüləndir. Dolayı yol qoyublar. Dolayı yol nə yoldur? Dolayı yol budur ki, get bir yerdən nuraniyyət artır qəlbində. O nuraniyyət bu günahın öhdəsindən gələcək. Sən birbaşa döyüşə girmə bu günahla. Birbaşa döyüşə girmə, alınmayacaq. Bacardığın yerlər var, əlvi qoy onun üstünə. Bacardığın yerlər. Bacardığın yerlərdən nur yığ qəlbin üçün. Ki, bacarmadığın yerdə bacarasan. Çətin işlərdə kömək ondan alasan. Bu da ən rahatıdır. Ən rahatı, ləzzətlisi, keyf çəkməli bir məclis və o nurun ən böyüyünü verən. Günahla mübarizə aparmağa gücün çatmır, İmam Hüseyni yad eləyə bilərsən ki, buna gücün çatar. Artır bunu, günahın kökünü kəsər. Ki, məyus ola bilər ki, yaxşı, bu neçə ildir biz gəlirik, axı, bir şey olmur. Valla olur bir şey. Valla olur. Bundan betər çox şeylər ola bilərdi. Ola bilərdi ki, sən bugün ən sadə günahdan çəkinməyə bilərdin, 2 rükət namaz qılmaya bilərdin. Nə bilirsən ki, nəyin hesabın olur sənin namazın? Bəlkə sən namazını sən qılırsan ki. Nədir sənin ayağı imanda saxlayan? Minimumu olub bu günəcən, buna da ümid elə. Maksimumu da olar, artığı da olar, çoxu da olar. İndi İmam Hüseyni sevən xalqın bədbəxt olmağa haqqı var. Biz nə qədər peşman olacaq bu xalq ki, əgər kiminsə sözünə inanıb, düşdü onun dalıca və İmam Hüseyni inkar elədi, onun əzasını inkar elədi. Biz nə qədər peşman olacaq. Çünki biləcək qiyamətdə ki, rəhmətullahil vasiyə İmam Hüseynidir. Bizim döyüşümüz də İmam Hüseynindən olur, bizim sülhümüz də İmam Hüseynindən olur, bizim həyatımız, yaşayışımız bu xalqın genindədir, qanındadır. Başqası başqa səbəbdən qələbə qazanır, sənin yolun budur, sənin gəldiyin tarixi yol budur.